Əziz izləyicilərim, bugün mən düşbərə bişirəcəm. Evdə biraz ətim var idi. Nə bişirim, nə bişirməyim dedim, biraz düşbərə büküm. Mənim burada qabaqcadan soğan doğradım. Böyük bir soğan var idi. Düşbərəyə mən belə soğan doğradım. Sonra mən buna biraz sarı kök tökəcəm xanımlar. Biraz qara stot tökəcəm. Stotda olanda bu çox ləzzətli olur. Belə kim istəyir çox tökər, az tökər. Mən belə sevirəm. Biraz da buna duz tökəcəm. Bir qaşıq belə yetər. İndi isə bunu gözəlcə bax belə qarışdırım. Çünki bu soğana duz vuruldu. İstərsəməz soğan ölüşkəyəcəkdir. Ona görə də narahat olmayın. Yəni əti yırtıb çıxmayacaq xanımlar. Bu burada dinlənənə qədər mən xəmir yoğuracağam. Xəmir yoğurum. Bükməyini də sizə göstərəcəm. Yəqin ki, bütün xanımlar bilir. Sadəcə mən belə dedim sizlə də paylaşım. Xanımlar, indi isə mən düşbərənin xəmirini yoğuracağam. Bu un. Buna da biraz belə duz tökürük. Belə. Buradan da bir dənə mən həmişə xanımlar, una mən duz töktüm, biraz belə qarışdırdım. Bir dənə də belə yumurta vururam ki, xəmirimiz gözəl olsun. Bəs salam, indi mən başlayacağım düşbərənin xəmirini yoğurmağa. Nə yumşaq yoğururuq, nə çox bərk yoğururuq. Çox gözəl yumşaq xəmir alınır xanımlar. Da ben buna başqa su tökməyəcəm. Xanımlar, xəmirim hazırdır. Çox gözəl xəmir alındı. Baxın, yumşaq, gözəl. İndi mən bunu kündələrə ayıracağım. Beşə xəmir yoğuracağım. Çox gözəl. Baxın, baxın yumşaq. Nə bərkdir, nə çox yumşaqdır. Yəni xanımla 4 gündədən xeyli düşbərə olacaqdır. Xanımlar, 4 dənə kündədir. Görürsünüz, mən bunun üstünə cığala belə qoyacağım ki, üzüyü qaysaqlamasın. Bir 10 dəqiqə, 15 dəqiqə qalsın, sonra yaymağa başlayacağım. Xanımlar, görürsünüz, gözəl, xəmir yumşaq olanda gözəl də açılır, baxın. Xanımlar, xəmirimizi bükdüm, bax indi mən bunları belə kəsirəm. Xanımlar, 4 kündədən bir kündəni açdım. İndi gözəl bunların içiklilərini, ətlərini düzürəm, belə bükəcəm. Bir də mən sizə bir şey deyim, xanımlar, bunun hamısını bir səfərə yeməyi olmur. Bunu belə büküb, hazır buzluqda saxlama qablarında saxlayın. Nə vaxt ürəyiniz istəsə, yanına çıxardıb, pişirib yeyə bilərsiniz. Mən biraz artıq elədim, çünki buzluğa qoyacağım. Hazır yeməkdir. Vaxtınız olmadı mı yemək pişirməyə? Gözəlcə suyu qaynadın. Pişirin, nuşicanla yiyin. Xanımlar, xəmirlərini belə ətlədim. Buyurun, baxın, bax, belə bükürəm, bir də belə. Tərk etdi. Bakırlar, xanım, mən özüm Gəncəliyəm.
Bakılılar çox xırda-xırda bükür. Bir qaşığa bir neçəsi sığır. Mən belə biraz da belə sambalı ətli sevirəm. Hərənin öz zövqü var. Mən düşbərəni yəni belə yeyəndə mənə ləzzət eləyirsiniz. Az da qoya bilərsiniz. Bax görürsüz, balaca-balaca belə kəsdim xəmirləri. Bax belə də bükürəm xanımlar, görürsüz? Baxın xanımlar. Xanımlar görürsünüz, bir gündə düşbərəni bükdüm. Belə. Xanımlar bax görürsünüz, düşbərənin suyu qaynayır. Mən buna lavrovlis 5-6 dənə belə suya çəkdim. Bura mən biraz duz tökəcəm xanımlar. Biraz qara stot tökəcəm. Biraz daha sarı kök tökəcəm xanımlar. Çox sarı kök lazım deyil. Biraz da mən buna sliviçin yağ attım. Çünki ətimin özü yağlıdır. Biraz da sliviçin yağ. Yağ dəridib. Hanımlar, baxın, düşbərəni də tökdüm belə. Rəngi də gözəl. Dadı da inşallah gözəl olar. Yəni ilk dəfə deyil mən bunu pişirirəm. Buyurun baxın xanımlar. Qapağını qoyum indi. Qaynasın. Şahanə bir düşbərədir xanımlar. Çox gözəl. Bəh. Ətri xunamı bürüyübdür. Göz haqqınıza halal edin. Xanımlar, artıq düşbərəm hazırdır. Mən bunu altını söndürürəm. Belə. Xanımlar, düşbərəm hazırdır. Mən bugün biraz tənbəllik elədim. Bazara gedə bilmədim. Kişnişim yoxdur. Onun yerinə kişniş də tökə bilərsiniz üstünə. Bax belə üyüdülmüş quru nanə də tökə bilərsiniz. Bundan da çox ləzzətli olur xanımlar. Buyurun. Xanımlar, buna da sirkə tökürsünüz. Nuşicanla yeyirsiniz. Göz haqqınıza halal edin. Xanımlar, əgər bu videonu bəyəndinizsə, yorum yazmağı, abunə olmağı unutmayın. Xanımlar, bu gündən də belə yaydım, bükdüm. İndi mən bunu marazi dondurucuya qoyacağım ora. Bu biraz bərksin. Bərkəndən sonra mən bunu pingiviç qalalarına yığacağım. Yəni hazır yeməkdir. Nə vaxt istəsəz, oradan çıxardırsınız, pişirirsiniz. Bax bunu mən dondurucuya qoyacağım. Çünki artıqdır.